Təkcə bugünə kimi Qarabağın baş planına əsasən Ağdam, Füzuli və Xocavənd rayonlarında yenidən salınan yaşayış məskənlərində 5000-ə yaxın sakin evlə təmin edilib və bu proses bugün də davam etdirilir. Ümumilikdə Qarabağda sosial-iqtisadi layihələr ardıcıl və uğurla davam etdirilir. Hazırda Füzulidə ərazilərin 70, Ağdamda isə 50% minalardan tam təmizlənib. Artıq Qarabağ və Şərqi Zəngəzuru əhatə edən rayon və şəhərlərin baş planı hazırdır. Qarabağda ərazilərin minalardan təmizlənməsi ilə yanaşı bu rayonlar üzrə kənd və qəsəbələrin baş planı da layihələndirilir. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, bu ilin noyabrında Ağdam şəhərinə ilk köç baş tutacaq. Noyabrın əvvəlindən başlayaraq Ağdam şəhərinin ilk sakinləri öz şəhərinə qayıdacaqlar. Biz üçün çox sevindirici xəbərdir. İnşallah bunu səbirsizliklə gözləyirik. İlk 900-dən çox ailə, yəni bu ilin sonuna qədər, gələn il isə daha 300 ailə ikinci yaşayış masivində tikintisi başa çatma planlaşdırılan, hazırlanan demək yaşayış kompleksinə köçü təmin olunacaqdır. Emin Hüseynovun sözlərinə görə baş plana əsasən Xocavənd rayonunda da infrastruktur layihələrinin icrası sürətlə davam etdirilir. Xocavənd rayonunda da, Xocavənd rayonunun kəndlərində artıq tikinti prosesləri, təmir proseslərinə, kəndlərin təmir proseslərinə başlayırıq və artıq bilirsiniz ki, Qırmızı Bazar, Sos və Hadrut qəsəbələrinə demək artıq ilk köçlər baş tutub. Bu proses ilin sonuna qədər davam edəcək. Biz ümid edirik ki, ilin sonuna qədər 1300-1500 ailənin Xocavənd rayonu köçünü də təmin edəcək və bu proses 2026-cı ildə də davam edəcəkdir. Artıq ikinci gündür ki, Xankəndidə davam edən 3-cü Milli Şəhər Salma Forumunda Qarabağla yanaşı ölkənin ən böyük şəhər və rayonlarının baş planı da müzakirə edilib. Vaxtilə plansız qəsəbə, kənd salma prinsipləri gözlənilmədiyinə görə çox ciddi problemləri var qəsəbələrimizin, Xırdalan şəhəri daxil. Ona görə də Arxitektura və Şəhər Salma Komitəsinin bu istiqamətdə atdığı addımlar nəinki Abşeronda, ümumiyyətlə Respublikamızın bütün rayonlarında təqdirə layiqdir. Və biz də belə hesab edirik ki, mövcud vəziyyətdə infrastrukturların yenidən qurulmasına böyük tələbat var. Tarixi abidələr qalacaq, sözsüz ki, onu əldə edəcəklər, amma yenidən boş ərazilər var. Harada ki, orada yeni xəstəxanadır, məktəbdir, bağçalardır, yeni binalardır. Sözsüz ki, baş planı hazır olandan sonra, ondan sonra baş planı işləmək asan da olacaq. İnsanlar gəlib müraciət edir, biri bina tikmək istəyir, ev tikmək istəyir, obyekt tikmək istəyir. O baş plan olanda rahat olacaq işləməyə. Türkiyənin ətraf mühit, şəhər salma və iqlim dəyişiklikləri nazirinin müavini Ömər Bulud isə bildirib ki, Türkiyənin 45 şirkəti işğaldan azad olunan torpaqlarımızın qurulmasında iştirak edir. Baküdən buraya ulaşan yolu da Türk şirketleri yaptı, Karabağ'a ulaşan. Dolayısıyla Azerbaycan'ın birçok yerinde yine Türk şirketleri çalışıyor. Azerbaycan'da çok iyi firmaları, iyi inşaat firmaları var. Bizim Türk firmalarıyla çoğu projelerde ortak konsorsiyum yaparak da bu alanda çok önemli hizmetler veriyorlar. Qeyd edək ki, Xankəndidə keçirilən 3-cü Azərbaycan Milli Şəhər Salma Forumu sabah işini Bakıda davam etdirəcək. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Fidan Səfər, Space Xəbər, Xankəndi.